Herkese salam, mən Jakras. Bugün Arena Dəstələri adlı video serimizin 3-cü hissəsini çəkirik. Hansı ki bu oyun bu videoda 16, 17, 18, bəlkə də 19-cu Arenanın dəstələri ilə oynayıb sizlə tanış edəcəm. Deməli, başlayaq elə 16-cı Arenanın dəstəsindən, yəni bundan hansı ki bu 2-3 sezon səhv eləmirəmsə əvvəl daha çox gözümüzə batırdı, daha çox qarşımıza çıxırdı, amma indi biraz azalıb oynayıcı sayısı. Bu dəstədə indi bu dəqiqə kiçik böyüyü bir dənə əksiliyi var, hansı ki çox da belə ehtiyac yoxdur deyə düşünürəm. Yəni baskı dəstəsidir gül kimi. İndi keçək oyuna görək həqiqətən də oyun dəstə gül kimidir yoxsa yox. Misal saytdan baxanda 4 dənə 16-cı arena dəstəsi göstərirdi, hansı ki 4-ün arasında mənə görə ən yaxşısı bu idi. Ona görə misal üçün bu dəstəni götürüb tanıdıram. Amma yəni tam özü kimsə baxmaq istəsə elə Arena Desk Clash Royale yazanda qarşımıza həmin sayt çıxacaq. Deməli, rəqib kraliyyətdə oynayır. Onun üçün havan biraz əlimizdə partlaya bilər, belə deyim. Deməli. Amma yəni almaq olar. Prosta balıqçı heyif. Orada ölsəydi iskelet ordusunu atmayacaqdım, amma eyb yox. Biraz da bəhanə oldu ki iskelet ordusunun evrimini çevirək. Deməli, rəqibin birbaşa büyüsü yoxdur. Misal iskelet evrimini öldürməyə. Bir də belə sual var ki, misal üçün cəmaət deyir, evrim yoxdursa neyniyək? İksirimiz qalmadı. Evrim yoxdursa neyniyək? Yəni, heç nə. Evrimsiz də oynaya bilərsiniz. Və plus, belə bir şey də deyim. İndi misal üçün mən arenaların, videoların, o dəstələrini tanıdıram. O ayrı. Amma kraliyyət devə çıxıb əlindən əslində havanla girmək olar. Burası sonraki kraliyyət devinə cavabsız qala bilərik. Amma eyb yox, girək. Əlində başqa nəyi var? Eyb yox, balıqçı gəlsin bura. O ölməyəcək yəqin ki, amma çox da hasar vermədik düşündüyüm qədər. Yəqin ki, buradan KD gələcək. Onun üçün top arabasını indidən atıram. Sağ tərəfdən baskı eləyək ki, KD ata bilməsin. Bu dəfə havanı əlimdə saxlamalıyam. Qəşəng iskelet fıtısı çox qəşəng vurdu. İndi əlindən kiçik böyüsünü çıxartdırıb iskelet ordusu ilə atak eləmək lazımdır. Düzdür, iskelet ordusu normal olaraq atak kartı deyil, amma çox qəşəng baskı kartıdır. Kiçik büyüsü əlində olmaqla rəxmən yenə də bir şey eləyə bilən deyil, amma hə. Onu tanklasaydık, indi bu dəqiqə sol kuleni almışdıq, amma sağ kuleni də çox qəşəng, yəni almağa bərabər hasar vermişik. Ateş topumuz var, belə də bitirə bilərik. Elə də bitirə bilərik. Deməli, bu 16-cı arenanın dəstəsi idi. Məncə gücü bəllidir. Hansı ki oyunun ən yaxşı dəstələrindən biri idi KD rəqibin oynadığı. Onu rahat şəkildə aldıq deyərdim. Deməli, hədiyyələrimizi də götürək, keçək digər arenaya. Bunu da götürüm. Gözümə ilişir. Deməli, keçək 17-ci arenanın dəstəsinə, hansı ki bu dəstədir və bu dəstə ümumiyyətlə mənim gözümə bu sezon çox batır. Yəni, dünya sıralamasında da deyim ki, bəzi oyuncularda görürəm, adi bizim öz oyuncularımızda bəziləri hansı ki nihaiyə qalxanlar. Onlarda da mən bu dəstəni görürəm. Nəsə bu sezon bu dəstə dəhşət çox görsənir. Yəni, mən heç vaxt fikirləşməzdim ki, dünya sıralamasında kimsə Mega Şövalye oynasın, yəni olsa belə redq olur. Hansı ki, bu Mega Şövalye dəstəsi niyəsə biraz məşhurlaşıb. Ortaya təxmini çarpma atardım.
Yaxşı çatmamışam. Deməli, adam nə oynaya bilər? Fan dəstəsi ola bilər. Hansı ki, balon madenci. Başqa nə ola bilər? Başqa dəstə ağlıma gəlmir. İndi oynayıb görəcəyik. Fan dəstəsidirsə, yox, fan deyil. Fan dəstəsi misal üçün çox belə yetenek istəyən dəstədir. Onu mən elə bu arena dəstələri serisində hansısa videoda göstərmişdim. Bilmirəm neçənci arenanın dəstəsi idi, amma hansısa arenanın dəstəsi idi. Oxları biraz tez atsaydıq əslində bizim prens yaşaya bilərdi. Ev yox. Mən normalda biraz Mega Şövalye'ni pis oynayıram. Normalda Mega Şövalye oynamıram deyə. Hə, ona görə misal Mega Şövalye'ni tam da Mega Şövalyecilər kimi oynamaya bilərəm. Amma yenə də Mega Şövalyecilər kimi oynamağa çalışacağım. Deməli, sol tərəfə tərəki çarpma atar. Sağ tərəfə kart atmağa ehtiyac yoxdur. Deməli, çox xisir işlətdi deyərdim. Arxadan Mega Şövalye ilə bunu dəyərləndirək. Skelet fıçısına hələ ki bir şey atmağa yox. Ehtiyac yoxdur. Mega sağ olsun kəsəcək. Ondan sonra başqa əlində nəyi var bunu saxlamaq üçün? Ortadan prens atıram sağ tərəfə. Yəni, ball breaker ataq. Heç olmasa birimiz dedim kuleyə. Əla. Deməli, əlində duvar yıkıcılar var. Ortadan bölə bilər əslində deyəcəkdim, yox. Şimdi sağa sola da eyni hasarı verib. Dedim bəlkə ortaya belə bir təxmin edeyim zaten. Sonra dedim YouTube'un dilindən düşmərik. Deməli, Dart Goblin'i belə savunaq. Bura boş-boşuna sarmaşıq atdı deyərdim, amma heyif ki alan vurur. Uy, sağ qaldı. Varili də səhv atdı. Buna özəlliyini bırax. Bura bir dənə bunu bırax. Sağ tərəfə wall breaker. Sarmaşıqda bu xoşbəxt oldu. Yarasalarla Mega'nın arxasından dəstəkləyirsən. Demək olar oyun bitdi. Yarasa plus Mega Şövalye kombosu çox güclüdür. Ya bu dəstənin əslində okey bəllidir bu Mega Şövalye Prens kombosu ya yarasalardır, haydutun özüdür. Ya kartlar ümumiyyətlə çox güclüdür. Yəni niyə bu qədər məşhur olduq, amma yenə də mən sevmədim. Deməli, keçək 16, 17, 18-ci arena. Deməli, 18-ci arenanın dəstəsi olaraq bu KD dəstəsi var. Hansı keşişli versiya. Ki, bayaq bizim qabağımıza gələn birinci rəqibin dəstəsi ilə də oynaya bilərdik bəlkə, amma bu KD dəstəsini sayta görə mən önərirəm. Keçək oyuna. Yəni düzdür, klassik KD də var, bir keşişli KD də var. Hansı ki, mənə görə keşişli KD daha güclüdür. Deməli, yəni heyf həmin arada mən video çəkmədim. Misal üçün Avcı Evrimin Supercell havayı dağıdırdı. Əslində üstünə kart gələndə adam iksir toplayıcı tikdi. Düzdür, oyunun əvvəlidir. Onun üçün mən sağdan bir dənə baskı eləyəcəm. Çünki avcını atmışdım. Avcı orada yavaş-yavaş gəldiyi halda adam götürdü. İksir toplayıcı tikdi. Ki, yox, bilirdim ya. Çox da belə böyük hasar verə bilməyəcəyim, amma yenə də yoxladıq. Valla rəqib buradan təxmini tomruk atıram əlindən skelet orta zat çıxsa deyə tutmadı. Böyük ehtimal içlaşır oynayır. İndi biraz vəziyyət pisdir, düzdür, hasarda qabaqdayıq. Adamın vəziyyəti daha yaxşıdır. 2 iksir toplayıcı. Uy, taret kuleye dəhşət hasar verəcək. Ev yox. Bizdən çox hasar vermədi en azından. Deməli,
2x'e girsəydik daha rahat olardı. Amma ki buraya yəqin ki iksir toplayıcı tikər yenə də. Ateş topunu atmaq da istəmirəm. Monkdan çıxa bilərik. Monk əslində əlimizdə olmağı yaxşıdır. Bu dəfə ateş topu ataq ora. Bu keşişin əslində silahşöre qarşı işi yaxşıdır, amma mühafizlərə qarşı o qədər də yaxşı deyil. Ki adam da ona görə silahşöre arxadan atır. Sol tərəfi kilitləmək lazımdır. Sağ tərəf belə də böyük problem deyil. Deməli yenə keşişlə bizim avcını qoruyaq. Bura ateş topu plus tomruk eləməliydim də, burası tomruk biraz gec oldu. Yox, mühafizlərə qarşı çox da belə böyük bir şey eləyə bilmədik, amma yenə də oyunu çevirməyə çalışaram. Adamın əlində binası yoxdur, sadəcə olaraq bu mühafizlərə bir şey eləyə bilmirik. Vur. Birində vur. Birində vur. Amma yenə də oyunu udacağımızı düşünmürəm. Bunun özelliğine basmaq lazımdır, yoxsa oyun çox gedicidir. Tomruk. Savındıq. Müvəqqəti olaraq savunmuşuq. Ana kuleyə hələ bala hasar verir. Onu görməzdən gəlməyə məcburam. Deməli, böyük büyüsü səhv eləmirəmsə yox idi. Yəqin ki, yadından çıxmayıb. Ondan sonra yenə də silahşörlə girə bilər. Silahşörlə girsə, eynən. Monka ataq arxaya. Bura balıqçı əslində biraz gec oldu. Sağdan KD ilə çıxa bilərəm. Prosta bunları savunmaq lazımdır hələ ki. Aha, əl. Adam dəhşət çox pis işlədir əslində. Prosta işin pis tərəfi biz atak eləyə bilmirik. Ortadan KD ilə promoya atacağım, çünki mühafizlər sana gözləyir. Yəqin ki, mühafizə atacaq elə ora. Prosta ana kuleyə mən bayaqdan fikir vermirəm ki, əməlli hasar verib. Nəsə, biraz defansa yatar. Deməli, okey, sol kulenin canı var. Kraliyet de biraz pis oldu orada. Kuleye vurma, çok vurma. Aslında kulemizin canı qalmayıb. Yox, yəni bu oyun çətin. Çətin bu oyundan bir şey çıxar. Lan alırım. Alır. Oy. Ay. Ya, defansa baxmadım ki, yəni evi yoxdur, hansız da uduzmuşam. Amma evi yox. Bəlkə də oyunu ala bilərdim, bilmirəm. Ki, birinci dəfədir oynayıram normal olaraq bu dəstəylə. Ki, burada bir-iki dəyişiklik bəlkə eləmək olar. Misal üçün, Ankanın yerinə başqa bir kart hansı ki, yəni yenə də pis dəstə deyildi, amma ev yox, uduzduq. Keçək 7-ci arenanın dəstəsinə, Pekka Bridge. Pekka Bridge'i ümumiyyətlə çox xoşlayıram. Bunun zəhərli versiyası da var. Amma burada indi arenada dəstədə veriləndə ateş topudur ki, ateş topu da pis deyil. Ki, bunu tamamlamışıq. Nəsə keçək, elə birincidən başlayaq. Normalda belə fərqli dəstələr, zatlar yoxlayıram. Ona görə Ona görə 2 dənə məğlubiyyət əvvəldən videoya başlamamışdan qabaq var idi orada. Adam boss banditi səhv atdı, amma bizim bir tərəfdən də Pekkamızın olmağı, misal üçün boss bandit üçün yaxşıdır. Elə tullandırmadan bala bunu ataq. Yarasalar o tərəfi işlətməyə yaxşı oldu. Ora bir də çatma atmağa ehtiyac yoxdur. Pekkamız onun tullanmalarından öldü deyərdim. Ortadan yəqin ki, deyərdim bir kart atar. Nəsə. Biz ateş topu ataq hər ehtimala qarşı. Deməli, evrimi çevirmək üçün
Koçbaşını arxadan atıram. Düzdür, bunun biraz mübahisəli məsələdir. Mən misal adam özü də fikirləşir ki, niyə arxadan atırsan qardaş? Çarpma qəşəng idi, yəni. Çarpmaya görə misal üçün o kuleyə tullandı. Uy. O bizim kuleyə tullanacaq. Yəqin ki, özəlliyi basarsan deyə düşünürəm. Mesela en azından Pekka hayat kurtardı orada. Geçen buradan biraz can kastı, buradan da biraz can kastı. Pekka'nın əvvəl bu evrimi çox güclüydü. Yəni vurduğu hər kartdan demək olar eyni qədər can kasırdı ki, ölümsüz olurdu. Sonradan bunu düzəltdilər. Bilox'un atısı yaxşıdır, yarasalar ölsə. Dart öldür. Sağ ol. Evet, Dart bir dənə kuleyə vuracaq. Hayalet sonradan ataka gidəcək, boss bandit ata bilər ya da ki altın şövalye. Ki adam 2 dənə elə kahramanla oynayır. Bu güncəlləmənin şotuna. Yəqin ki özəllik basar. Qabaqdan büyücünü atıram. Yine arxadan koçbaşı. Yəqin ki boss bandit atacaq bunu kəsmək üçün. Ona görə Pekka atıram qabaqdan. Yarasalar ata bilər misal Pekka'nı kəsmək üçün Bilox'una görə. Bilox'un əslində o niyyətlə atmamışdım. Yəni, daha yaxşı iş gördü. Mənim bu yan hesabdır, yəni ikinci hesabdır. Sırf kasmaq üçün açdığım. Yəni, burada oynadığım dəstə misal üçün bu dəstədir. Pekka Bridge. Amma zəhərli versiyası. Ateş topulu bəlkə də daha yaxşıdır. Ki 12 saniye qalıb, oyunu da bitirdik. Deməli, videomuz bu qədər idi. Düzdür, bir dənə indi məğlubiyyət oldu. Ondan qaça bilmədik. O da ki, çox yaxın keçdi. Bəlkə də onu da uda bilərdik. Bəlkə mən səhv oynadım. İndi KD'cilər daha yaxşı bilər. Ki, mən həmişə bunu qəbul edirəm ki, Kraliyyət Devin o qədər də yaxşı oynamır. Ama okey. Yani video bu kadar idi. Dəstələri bir daha göstərim. Yox, bu yox. Ha, bu. 16, 17, 18, 19. Bunların arasında ki, bu dəstəni çox xoşlayıram. Və bu dəstə nəsə gözümə yaxşı görsənir də, ümumiyyətlə Mega Şövalye oynamağı sevmirəm deyəm. Bunu oynamıram. Bu qədər.